أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله الذي خلق السماوات والأرض وجعل الظلمات والنور ثم الذين كفروا بربهم يعدلون. والصلاة والسلام على الهادي البشير السراج المنير سيدنا سيد الأنبياء والمرسلين أبي القاسم محمد وعلى آله الطيبين الطاهرين ولا سيما بقية الله في الأرضين. Özümü əzizləri dəvət eləyəm Allah-u Teala'nın təqvasına. Təqva budur, hazır olasan Allah-u Teala'nın məhzərində, üzün ağ ola, alnın ışıqlı ola, başın ucu ola, hər suala cavabın ola. Əiddə ləhu cavabən. Həzrət hər işə varid olaysan, əvvəl Allah'a bir cavab amadə elə. Allah'ın məhzərinə varid olasan, amma fəzaili əxlaqi ilə, məkarəm-i ruhi ilə, göz zumarına, bu dünya zumar götürməqədir. Məqsəd evliya Allah, məhəllə ticarətdir, bazardır, dünya suqun. Peyğəmbərimiz əzəmətli sözündə buyurdu, dünya bir bazardır. İnsanlar ona varid olarlar, milyon, milyard, bu baştan varid olup bu baştan çıxarlar. Bir də tamamı tuzar, bir də tamam ticaretun mürbəhatun yəssərəhə ləhum Rabbuhum. Bir dənə ticarəti çox mənfəətli ki, Allah onu yollara hazırlayıb. Beləncə, dünya suqun, demədi dünya oynamaq yeridir, demədi meydanı bazıdır, bunlardır. Bir dəfə iştivah elədin, həmişəlik iştivah elədin. Allah-u Teala dönə-dönədir, zumar götürün, İstəcibu li Rabbikum min qabli ən yətiyə yevmun la maraddə ləhu minəllah. Allah bilir ki, Allah'a ləbbeçdir, mənim sözümə ləbbeçdir. Qəvləzin ki, bir gün gələ ki, o gündə qəydəcək yoxdur, qutaracaq yoxdur və nicat yeri əgər çordasan yoxdur. Mələkum min məlcəin yevmə izin. Pənahgah yoxdur orada, məlcə yəni pənahgah. İnsan varid oldan məhşərə deyir, əynəl məfər. Hara qaça bilər? Deyir, haradadır məfər? Məfərdi burada axtar, fəfirru ilallah. Qaç Allaha tərəf məfər oladı. Dalısınız axırı, və mələkum min nəkir. Orada da istədiyin kar eləyə bilməzsən. Və bərəzu lillahil vahidil qahar. Buruz günüdür, buruz. Buruz nəyə deyərlər? Yəni hər nə aydın olacaq. Yevmə küblə sarair. Sarilərə çölə çıxacaqsan, qiyamət deyil. Çünki hər nə qaim olacaq. İçərində şər var, qaim olacaq. Xeyri var, qaim olacaq. Maliki yevmiddin fələk fırranmır ki, yevmi düzələ, zaman düzələ. Yevm yəni nə mənə? Yevm yəni buruz. Necə günüz işıqda hər nə görsənər? Hər nə orada aydın olacaq. Və bərəzu lillah yevməhum barizun la yəxfa aləllahi minhum şey. La yəxfa aləllahi minhum şey. Bir gün ki, insanlar Allah'ın qabağına çıxacaq, heç zətdə gizlin qalmayacaq. Belə fikir eləmə ki, gecən günüz olacaq həmişə, günüzün gecə olacaq həmişə. O cürdür. Səni çəkib çıxardacaqlar. Və təbiyyat-ı salihətü tüfəkunə fîmə hahuna aminin. Fi cennatin ve uyun, duru'in ve nahluha, ve nahlun tal'uha hazim, ve tenhutune minel cibale buyutan farihin. Əsər söz deyib Həzrət Salih ümmətine. Deyirəm, siz elə bu evlərdə əmniyyətdə qoyacaqlar, qalacaqsınız. Bu bağların içində, vilaların içində dağdan yontub bu zülkaqlar düzəldirsiniz. Zülkaqlarda qoyacaqlar. Hamısı nəqəsə o şeydir, bir kaxdan haraba gəlmişdi, dedi, bu kimin kaxıdır? Dedilər, olsun. Həzrət bir baxdı barzaxa, dedi, o barzaqda arzuley, bu kaxın, bu sarayın yerinə bildən Allah vaş yolu idi. Onu Allah yolunda
infak eleydi. Evvel şey şurada diyecek hal ila maraddin min sebil. Kur'an ayasıdır. Ve terad zalimine lemma re'avul azab. O ki zulmeleyip, evde zulmeleyip, idarede zulmeleyip, pazarda zulmeleyip. Terad zalimine lemma re'avul azab. Elə ki gözü düştü cehenneme evvel sözü ki diyecek o diye dolun. Hal ila maraddin min sebil. Bir yol var gitmeye, imkanı var gitmeye. Dalısı da Rabbana absarna ve sami'na farci'na na'mal salihan. Allah gördük. Allah eşittik. Allah görmeyi, Allah eşitmeyi. Görse eşitse o hanım da qəbirstanlıqları özünü atsa yaxı. Varanı görək. Da qəbirstanlıq kəşricab yeridir, bərbəzə yeridir, oynamaq yeridir, hava və həvəs yeridir. Mahalle ibrət değil. Ne milyonlarla insanlar o torpağın altından sana bakıyor. Ve teessüf eyle senin cehaleti var. Senin hava ve havası var. Zumar diyor ki, zumar nedir? Zumar namaz. 2 rekat namaz. Namaz orada daray tokay. Birinci ördüler yuxuda dedi namaz orada daray tokay. Yani namazın 2 rekat namazın bir eseri var orada. Dünya ve ma fihanı sirvete çığır. 2 rekat namazın bereketi yoluna yukarıdır. Rivayette var ahiret zamanda la ya'budunallaha illa fi şehri Ramazan. Bir de fakat oruç tutar Allah'a ibadet eder. Fakat oruç tutar namaz kılar. Peygamberimiz dedi men terekes salate la yercu savabaha ve la yekhafu ikabaha. Herkes namazı kılmıyor. Ne onun savabına ümit ediyorlar. Savabını bunu cazibesi yola. Ne onun ukubetinden korkar. Fala ubali. Ben onun peygamberiyim. La ubali. Aslen kıyamette fikrini eləmərəm ki. Ayyemutu Yahudiyen o Nasraniyen o Mecusiyen. Şimdi bu Yahudilerin safine geçsin. Nasranilerin safine geçsin. Mecusların safine geçsin. Hiç kıyalıma gelmez. Bir tane Kur'an ayası var, o kadar çətindir, o kadar çətindir. Allah ki azab eləyib bir dəni gürəyik, tuarəyik, dalısıdıq deyib, وَلَا يَخَافُ اُقْبَاهَا. Allah bilir, aslan ben korkmaram ki ulan akıbeti ne oldu? Ne kadar çətin aya. Rivayeti var, men tereke salate mutammiden fakat hedemedine. Herkes emden namaz kılmadı, özünün münhedim eləyib. Onun dini yoktur. Mahşere gelecek. La hayre fi dinillah salate lehu. Bir de geldiler müşrikler, Araplar dediler, indi ki vücudu mezuluk sana iman getirer. Tamam ceziretler hep iman getirip, iman getiriyor ama namaz kılmarım. Biz en-nu'li advarı sucud, gələk biz əyilək, indi önce kimi qavan da əyilmişik, ta bize deysə, dil. Peygamber istedi bunları bir cür dinə gətirə, bir mumaşat eləyən. Allah-u Teala fauran qabağını tutdu. Peygamberimiz döndü dedi, la hayre fi dinillah salate lehu. Bir din hiç onun namazı yok, onun ne hayri var? Aslında bu kürenin üstünde beşerin böyük şerefi qeyraz namaz bir şeydi. O kürenin adını hoş ola, cüverrenesen namazdan sonra bir şey var. Qeyraz ubudiyet, insana bir izzet, fahr, şeref, uzalık var. Tamam insanın böylüğü, budur ki Allah-u Teala'nın qabağında xazeydi. Başını qoyub torpağa, bu kainatın sahibinin qabağında. Nə qədər ləzzət aparır ki, Allahla nəzva eləyəm. Zat-ı layətənaha məni qəbul eləyib. Olmaya qiyamətdə Allah qabağı kəsə şeytana dedirin, sənə dedi ya. Şeytana dedi, ma mənəəkə Allah təscüdə iz əmərtük. Mənə bais oldu, sənə dedim, səcdə elə, səcdə eləmədim. Bu sualı tamam din namazlardan soruşacaq Allah. Cevap de. Ma mena'ike ne mene bais oldu em tescüde. Ed emertük o zaman için sana emreledim namazı. Şeytan edepsizlik eledi. Dedi ana hayrun minhu. Halakteni min nar ve halaktehu min tin. Şeytan edepsizlik eledi. Dedi secde eylemedim için benim necadım onun necadıyla fark ele. Evvel necat parast,
Şeytandır. Dedim, beni hansı maddeden xalq eləyibsən? Onu hansı maddeden xalq eləyibsən? Mən əlayəm, əşrəfəm, əvvəl kəsi ki, mən dedi, şeytan idi. İndi sen ne diyeceksin Allah senden soruşsa? Dese, ma mena'ake Allah tescüde iz emertük. Olmayacak da sen şeytanın olduğu kanına geçersen namazsızlığına. Bir tane ulemadan diğer namazlı kılmayanın hali şeytandan çok beterdir. Çok beter. Çünkü şeytan Adem'e secde eylemedi. Yani sen Allah'a secde eylemeysen. Zumar götürürsen, namaz zümeye gelipsen, zumardır. Rivayette var, bir tane mümin iki qədəmiyle çiçeği namazı zümeye tərəf. Allah kıyametin holların ondan götürər. Elə ki, İmam-ı Cümə xütbəni başladı, o bir ləhzədir ki, Allah'ın rəhməti orada yağar müminin müminatın başına. Bir tane qədəm, ma min mu'minin məşabı qədəmeyhi illəl cüm'a İlla xaffafallahu aleyhi ahvalə yevmil qiyamə. Baxıyıb ağrı saatlıya girib dənə namazınası yoxmuş, oranın holunu götürər. Əzizlər, bizim bəhsimiz buradadır ki, böyük bir dənə əhkam ki, Allah hər peyğəmbəri yollayıb tapşırıbdır onu, hamid peyğəmbərlərə tapşırıb, budur şərab. Ümmətüyə deyəcəksən, şərab içməyən, ağlın başından çıxartmayan, ağlı başından çıxdın, özü saxlarsan, yox. Namusu saxlaya bilərsən, yox. Dini saxlaya bilərsən, yox. Məmləkəti saxlaya bilərsən, yox. Abru saxlaya bilərsən, yox. Saygahı saxlaya bilərsən, yox. Abit ictimai insanlarla düzgün edə bilərsən, yox. Bu nəcür olar? Qiyamətdə Allah-u Teala'nın qabağında nə cavab deyə bilərsən? Rivayətdə vardı, əzəmətli Peyğəmbərimiz buyurdu, mən batə sakranən, hər kəs məst ola içkini içə yata. Ayənə mələkəl mevt sakrana və dəxələl qəbr sakrana fəvaqəfə beynə yədəyillahi sakrana. Mələkül mevtu da görəndə kefli görəcək. Qəbrə də gedəndə kefli gedəcək. Allah'ın qabağında da dayanacaq kefli. Uyey, gah bir yana yıkılı Allah'ın qabağında, gah o yana yıkılı. Feyekulullahu Teala maleke. Allah diyecek, pütür benim qabağımda niye durursan? Gah bir yana, o yana şeysan, giz yüreysan. Feyekul. Allah dönüp diyecek, ana sakran. Vay, min defa vay olsun. O şahsen ki, Allah'la cəlesi xüsusisində Allah'a liyana sakran, şefliyə. Fəqulullahu Teala. Allah diyecek, əbi hava əmərtük. Səni bunu əmr eləmişdim. İzhəbu bihi ilə sakran. Bunu yaparım cəhənnəmdə. Bir yer var, adı sakrandır, kefli. Cəhənnəm şiddəti, azabdan kefli olar. Yani gör, necə keflinin ağlı başından çıxdı. Heç zat bilməyir o kadar halı dəyik bir-birinə. O cəhənnəmin halı belə dəyi oranı bir-birinə. Bunlar keçəndə içəriyə təkadü təməyyezu minəl qayz. Qayzidən az gələ tikət olar. Aparın ona. Və yudhəbu bihi ilə cəbəlin fi vəsatı cəhənnəm. Bunu yapararlar bir dənə dağa cəhənnəmin vəsatında. Fi aynin təcri middəmə. Bir tane çeşmesi var. O dağın oradan akay middeme. Ve demen ve gan. Ve la yekunu ta'amuhu ve şarabuhu illa min. Allah diyor, az oldun bunu içeceksin. Susuz oldun bunu içeceksin. Middeme nedir? O üç insanın bedenin yara götüre tamam çirk, tamam giyh, tamam xunnabe, tamam kendidən məvad maye çıxır onun içindən. Ona deyirlər middəmə. Allah bana haber yok, ağlın tatil olmağından. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Huvallahu ahad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad.
بسم الله الرحمن الرحیم. الحمد لله كما هو اهله. اللهم صل وسلم على سيدنا سيد الانبياء والمرسلين وعلى نبي المؤمنين وعلى فاطمة الزهراء والحسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى الرضا ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المنتظر. اللهم اشرنا معهم وفي زمرتهم. özümü azizlere davet ediyorum Allah-u Teala'nın takvasına. Aziz ateşimize ateşin günü tebrik arz ediyorum. Ve şühedai muazzam ateşimize tamam vücudumuzdan hazır ehtiramımız var. Tamam şühedai niruhay musallaha ve onlarla peyman bağlıyor. Tamam kalbimizle peyman bağlıyor. Ki biz onların məramıyla yaşayaq ve onların məramını zində saxlayaq. Erteşimiz xədəmat-i binəzir keşvərə əncam verib ki, mütəqabilən İnqilab-ı İslamidə çox böyük xidmətlər erteşə əncam verib ki, bir xidmətləri ki, tarixi İranda, İranın erteşinə belə bir xidmət olmayıb, tarix İranda. Bir dənə iqtidar istisnai, تجهیزات استثنایی، پیشرفت‌های علمی فنون دفاعی استثنایی، خودشفایی بی‌نظیر، جایگاه منطقه‌ای بی‌نظیر و همچنین مهم بوده که به فرمانده‌ای که به فرمانده نائب مصلح جهانی حضرت صاحب العصر و الزمان ارتش امنیت مرزı saxlar. Ərteş tamamiyyət ərzini saxlar. Ərteş millətin heybəti olar, soğlati olar, bazdarəndəki olar. Müştəri ilə ərteş tarif olar. Üçündə də ərteşimiz ortadadır. Keçdi o zaman ki, bir ərteşimiz var idi. 24 saatda sükut elədi, İran düşdü düşmənin əlinə. 1320-də Ruslar çağırdı oldu. Rızaxanın ərteşiydi. Şükür olsun Allah-u Teala və belənsi əzəməti ərteşimizə. Dəstgah qəzaidən, məxsusən Dağıstanıdan qəlbən təşəkkür edirəm. Şaistə bir həssasiyyətlə muvazibdirlər. Onlar ki, qeyri-qanuni təğyir-i karbəri əncam verirlər caddəhay turistidə. Dəstgah qəzai ne kadar şahiste amel elədi bu babdan ve o idareler hiç onların vazifesiydi. Onlar cürə cevaplı olar. Eğer birden Dağıstanı vardı olmasaydı olacaktı. Ben dəstgah qəzaidən istəyəm. Der surət imkanı mücəvvizlər ki kesmişdə verilib, caddəhay turisti bilahare ustanın alnıdır, görkəmli yeridir, dəmir, dümür, dağ, daş, tabdil ediyəsən kərpicə, dəmirə, cenlə baxa bizə nə deyər? Mən istəyəm ki, imkan surətində mücəvvizləri ki, keçmişlər verilib, mücəvvizlər bazmini ola, qeyri-məqul təğyir karbərilər, hər kəs öyle olsun, bazmini ola, hər kəs bunu mücəvvizini sadır eləyib. Gələ cavab deyən, bu babdan inşallah o mənatı istida diqqət müzaaf ola. Siz də qışqırın. Dağıstan fəqət olmasın. Mən gəlib xütbədə danışmayayım. Sən də qışqır. Hər yerdə gördüm ki, o reyvlər, təğyir karbəri milyardlar sirvətə bir gündə əl tapıb qışqır. Onlar ki, deyir, səmən. Harada diyor səmənlər? Onlar ki, müdafiə mühit istidir və haradadılar onlar? Əzizlər, müzakirə başlandı beyni İran-Amerika. Neçə dənə qiyafət çox görməli oldu.
Çok görmeli kiyafe. Evvelmincisi opozisyon xaricilişin idi. Ait sazizatlıların kıyafesi vardı bir tamaşa eləyəsən. Bağrı çatdıydı da, bağrı çatdıydı. O xədə əsəbanidirlər bunlar Trump'ın elinden. Ki sen niye geldin bu işi gördün? Niye geldin poştun bizi müzakirəyə şəxliğinə bütün İran'a rəsmiyyət verdin? Mən xeyrxahlıqla bunlara bir nəsihətim var. 45 yıldır sürüneksiniz. 45 yıldır özünüzü yorupsunuz. Bu yolu da idame verme. Bu yol bombastli. Gidersen başın daşa değer. Yorularsın. İlana bir dua edik. Bu yerlerden hiç asmaz. Bu yolu idame verme. Ahırı bunun nakamidir. Bu yolu idame versin. Bu yolun ahırı gedib çatacaksan hara. Ne kadar dövrü başa çatandan sonra özlük harap olacaksan. Necəsi 45 yılda özlük harap eləyibsən. O kanallar bileyler mənlər deyəm ne danışıyam ha. İngilab-ı bu düze benzer sizin eli zora satmaz. İnkılab-ı İslami kennecm la tenaluhu eydil mütevahhimin. Sizin şu mütevahhimlerin eli zora satmaz. Bu bir tane şəcər-i tayyibədir ki, bunun kök rişəsi milletin qəlbindədir. Şəcərətin tayyibə, əsluha sabitun bu farğaha fiz-səba. Təti ukullaha kulla hinin bi-izni rabbiha. Allah bilir ki, bazı şərtlər, bazı insanlar, bazı yerler bir tane tayyib ağaca benzer. Əsli sabitdir, fər'i göydədir. Hər ləhzə meyvəsini verir. Ayrı yerde İslam'ın dinimize bu misali verir. Kur'an'a bu misali verir. Ayrı yerde bir ağaca benzer ki şuydu. Şu katı bakış, heyratta kalayım. Acayip şuydu bu. Acayip bunun artımı var, acayip rüştü var, acayip heykeli var, acayip kâmatı var. Yaz zamanda görcek yara sattın. Ayasına bak. Kezer'in ahrece şat'ah. Şad yani zavane. أخرج شدعه فآزره فاستغلظ فاستوى على سوقه يعجب الزراع. Açıncı تعجب edeyim. ليغيظ بهم الكفار. Allah bilir koy küffarın bağrı çatlasın burada. İçimizi giyafe. Sahyonistlerin idi. Sahyonistler Trump'ı kızıştırmıştılar İran'a hamleyle bizim mentekeni ota çekeler. Otun içinden özlerine bir kurtaracak tapalar. Bir de gördüler ki birden becayın ki gələ Zəngəcidə Trump geldi müzakirədə eləşdi. Ay Netanyahu'nun qiyafəsi görməliydi ya. Ay sözler yazdılar Trump'ın əleyhinə Sahyonistlər ha. Üçüncü qiyafə Avrupalıların qiyafəsidir. Bunu qəşəng tafil al, ləzzət tapar. Bu Avrupalılar fəqət Allah'a andırsın ki, niye İran dayak durubdu Filistin'e? Etsən müddət-i əxirdə məxsusən tufanlı əqsadan sonra zəhər qalmadı töhdülər İran'a. Ay bəyaniyə, ay məhkumya, heç nə, heç bəhanə ilə əslə müzakirənin zadın qapısını bağladılar. Ay bir dırx çıxıydılar ki, fəqət buna görə. Sən niye uşaqlara, niye o torpaq altında qalan xanımlara, o susuzları, o aclara sen havadar durursan. Eşitməlidir ya. Bunlar da ay kəfəl edilər ki, İran'ı sıxmışıq. Birdən gördülər ki, Trump bunları doğru vurdu. Girdi müzakirəyə. Allah'ın işine bak ha. Alan da pəncbə əlavə geçdən zaten xəbər yox. Əzای Avrupayı pəncbə əlavə geç. O xədə əsaban edilər. Bileysen ki Trump onları doğru vurmak, onlara böyle cehanet idi. Allah'ın əzi görürsen. Allah'ın əzi görürsen. Dördüncü tayfə. Bir dənə məmləkət bizim dövrəmizdə onun rəsanələri. Vaxtı Trump dedi İran'a həmlə eləyəcək. Nəmlə boyda təyyarələr ki bombu töküyor, onları yolladı bizim məntəkiyə. Nəmlə boyda gəmiləri ki cəngi gəmilərdir. Ne boyda gəmiləri yolladı məntəkiyə. Ay o məmləkətin rəsanələri, əlləri oynayır. Day göz qaşları oynayır.
hey yazıylar İran neçə gündən sonra yeksan olacaq, yeksan olacaq. Amerika gör, nə boyda leşkərkəş elib, gəlib ki, Xavərmiyanıya İranın dövrəsini tamam tutub, nə qədər paygahların hamısını təqviyyət elədi. Batər əlləri ilə oynaydılar, gözləri ilə oynaydılar. Amma birdən bir də gördülər, Trump şarkış elədi. Zəncidən qatdan xəbər yox, gəldi dedi, mən istəyəm sizlə müzakirə eləyəm. Bu səfər biz yeksan olmadıq, onlar heysiyyətdən yeksan oldu. Çok böyle mühim alım var. Cevabını siz tapın. Elə ki doğru evvel müzakirə əncam tapdı. Bir hafta fasilədən sonra ki istəyirlər sabah günümüzdən ki sabahları danışalar. Trump döndü dedi ki bir hafta çoxdur. Niyə belə siz fasilə verdiniz? Niyə əvvəlminci müzakirədə hər nəyi bitarmadınız? Dedi İran əmdən tul vereyim bunu ta özünə çox vaxt ala. Əlbəttə ki, Trump'ın sözü nasavabdır. Belədir ki, İran istəyə vaxt tapar. Bunlara ehtiyac yoxdur İranın. Amma bir dənə sual burada var. Niyə belə tələsi Trump? Deyilə, əvvəl müzakirədə hər nəyə bitar ediyoruz. İranla biz müsahilə elədik, hər nəyə bitar edirik. Niyə bunun belə əzələsi var? Bu həman Trump'ı deyir ki, bərzamı gəldi, zırdı, doğradı. Qorxmadı ki, İran iltizamını aşağı gətirə. Oturdu oldu. Foran Məclis Şura İslamı varid oldu. Oturandan sonra. İltizam getdi aşağı, bərzamın məvaddına iltizamın getdi aşağı. Və nə qədər də sənət həssəydə İran pişrəft elədi. Elə o xəfs iltizamla, iltizam aşağı getməklə. Bunu Trump bilməydi. Bu sualın cavabını kim verəcək? Ayəndə də sualın cavabı bəllənəcək. Bir də elə Trump deyil. İran o qədər yoxundu bomba həstəyə. O qədər yoxundu bomba həstəyə. Deyil, tez olun qutarın, tez olun qutarın. Bir həftə də hətta gecişməsin gəziyə. Ki İran məbadə bomba əl tapar. Vəli bu təhlil düzdür. Trump hər dəyi bilə işrahı vardı bizim cüziyyat həstəyimizə. İran əslən bomba həstəyinin sorağına getməyibdi. Bir ayrı mətləb ərz eləyim. Netanyahu o qədər yalvardı Trump'a. Dedi indi ki gedirsən müzakirəyə. Ki əvvəl dedi getmə, əslən kamil müxalifdirlər. İndi ki gedirsən, bir bənd nüfuz məntəqəyə İranı bəhs edə. Ki İranın nüfuzu ki var məntəqədə. Bir də görürsən ki, onlar için İran, müvaliyə İrandılar. Eləyə bilirlər məntəqədə, müadilatı vurarlar bir-birinə. Sən bunu İranın əlindən al. Trump buna baxmadı. Trump dedi, mən fəqət bir şey müzakirə edəcəm. O da bomba həstə idi. Bir dənə bir calib hüşlə istəyəm deyəm. Trump niyə bu sözə baxmadı? Netanyahu'nun sözünə. Niyə nüfuzu məntəqəyini gətirib mətrəh eləmədi? Trump'dan qabaqçılarda hər kəs gəldi müzakirəyə. Nüfuz məntəqəyə İranı, qüdrət məntəqəyə, iqtidar məntəqəyə İranı hey gəldi mətrəh eləydi, hamısı mətrəh eləydi. Amma Trump mətrəh eləmədi. Trump yəni bir əziz sözlüydü, bir hafta çox işləməlidir. De illət yin ki, müzakirəyi həstəyi keçmişdə, de belə danışıqlar bir yerə çatmayıbdı. Buna görədir ki, əhməqlər, anlamazlar gedib İranla müzakirə edirdi. Hamısı əhmək idi. Eyni ibarətin deyəm o. De müzakirə bir yerə çatmadı, niyə hamısı əhmək idi. Yəni mənası budur ki, yəni aqil mənəm. Onların ağlı başında dördü. Qəşəng qulaq asmış cümlə. Bu iki yetirəsən məntəqə, İran nüfuzu məntəqəsi mətrə eləyəsən, bu nişanə bir dənə əqlin tətil olmağıdır, gülməli bir şeydir. Niyə? İlləti budur ki, əvvələn, ta İsrail cinayət eləməyə, nə Hizbullah tərpənək, nə Ənsarullah tərpənək, nə Həşd-i Şəbi tərpənək. Bənə deysən.
İsrail ki sənin əlindədir, müzakirəyə. Bunu niyə gətirirsin? Şeydi İsrailə deyinə sən cinayət eləmə. Çox gülməli bir şeydi ya, doğrudan gülməli. Trump baxdı gördü bunu gətirsə özümə hökum olacaq. Vaxtı bunlar heç biri, alən Ənsarullah deyil, Qəzzəni boşda, mən də səni boş deyil. Sən becayin ki Ənsarullahdan yapışasan, ged İsraildən yapış ki cinayət elə. Bu müzakirə yeridir, bundan mühüm. Bu gərək qızıl suyla yazılan. Hizbullah'a da İran düzəldib. Ənsarullah'a da İran düzəldib. Haçlı şəbini belə İran düzəldib. Sən düzəldibsən. Sən 2000-ci illi miladidə həmlə elədin Lübnana, Hizbullah düzəldi. Gəldin Asifətül Həzm əməliyyatı ilə nə qədər ərəbi keşvərlərlə Yəmənə həmlə elədin, 85.000 uşaq altından öldü o zaman. Yəməndə. O da getdi özündən düvə eləməkdə Ənsarullah düzəldi. Ərəbə həmlə elədin 2 milyon cəmaatçanın əldən verdiyi Haçlı şəbi düzəldi. Bunu İran'ın hesabını yazmaq olar. Odur Trump deyib, bunlar hamısı səfə idilər, əhmək idilər. Gəldilər İran'la müzakirə eləyirlər olar bu mövzuatda. İndi bir dənə vaxt təbii ki, burada çox dünya əhlinin zehnin məşğul eləyibdir. O da budur ki, vaxtı bu üç dənə neyru biduni cinayəti İsrail bir iş görməyib. Sən bu İsraili niyə kontrol edəməysən? Avrupa, Amerika, qəşək qulaq as sözümə. Avrupadır, Amerikadır, İsrail. Qulaq as, bax bu antiqə bir sözdür bu. Üçü də deyilər, bu üç qrup gərək xəl, islah ola. Vaxtı cinayət eləməzsə, İsrail bunların bir işi yoxdur. Bunu niyə istəyəsən, xəli salah eləyəsən. Bir də deyəm. Vaxtı cinayət eləməzsə İsrail, bunların işi yoxdur, niyə istəyəsən bunu xəli salah eləyəsən? Uşaq da burada cavabını başa düşür. Cavabı budur ki, bunlar xəli salah olsun, biz həmləni başlayaq. Neçə kələmədə Filistinə ərz edeyim. Filistin cinayət oğuca çatıb. Məqam məzəm rəhbəri baxsa bir cümlə dedi, çox bətər cümlə idi. Budi aləm İslam bağyari bکند. Əvvəlin bardır bu cümləni dedi. Bilirsiniz gelib hara çatırdı yalan Qəzzədə. Bu ağanın sözü çox müəssir bir söz idi. Neçə dənə fətva verildi, çox âli. Əvvəl fətvanı Üləma-i Pakistan verdilər. Üləma-i Pakistan elanı cihad elədilər. İsrail dedilər öz bəyaniyələrində. Dedilər bu ərteşlər nə üçündür? Ərteşi nə yapmışıq? Ərteşi ki bu yaman gündə İslamın dərdinə dəyməyəcək. Əslən bu faydası nədir ərteşin? Əl-Əzhərin rəisi bir dənə bətər söz dedi bu hafta. Dedi ki mən İslami ölkələrdən istəyəm ki nəfləri var. Bir həftə nəfti Avropaya qətləyim. Dedi mən təzmin edeyim tamam müadilə əvəz olsun. Bir həftə. Bir həftədə hər nə əvəz olsun. Allah bu hakimlər, bu prezidentlər nə cavab deyəcəklər Allah. Laf antiqə fətvanı müftiyə Libi verdi. Müftiyə Libi dedi, məsuliyyəti məndən. Hər yerdə sahyonist turistin gördünüz, öldürün. O turistdir, o casusdur. Dedim mən zaminəm, öldür. Hər yerdə İsrailli var, bu İsrailli deyil, bu casusdur. Qoy mən də bir dənə bir cümlə deyim. O da budur ki, nə qədər məmləkətlərdə bu zərbül məsər raicdir ki, hər yerdə bir yara gördün, hətmən bil müstəqim, ya qeyri-müstəqim, mikrob sahyonizmin o yarada huzuru var. Onun huzuru var orada, o yara orada tapılır. Bir qəşəng söz deyəm eşidəsən, İsraillə Daişin bir dənə nöqtə iştirakı var. Daiş deydi, rövbinə piriz olacağım. Çünki Peyğəmbər deyib, müsürtü bir rəub, mən robuna, ürəklərə rob salmaqla mən piriz oldum. Ki o bilmir Peyğəmbərin mənəviyyəti robu düzəldəyik. Daiş deydi, bir cinayət eləyəcəm, hamı baxa. Gələydi, əsirlərin ot vureydi, yandıraydı. Əsirlərin qəfəsə qoydu, basaydı suyun içinə. Uşaqları pişirəydi qazanda, dədəsinə, nənəsinə yollaydı. Şişini gələydi, uşaqlarının qabağında başını kəsəydi. Başları gələydi, evin bosağasından, astanəsindən aslaydı. Dar nəticə, hər yerə səs düşəydi, Daiş gəli, hamı pişirəydi. Ələn həmən yolu İsrail tutub,
Deyim məncə bir cinayət eləyən bu Filistinlər razı olarlar hicrətə. Çünkü bunlar hicret eləmeyip, sırf etmeyik. Her iş görüyor bunlar sırf etmeyik. O kadar cinayet eləyib ki, birin fəqət arz edəyəm də, Allah səni adlı ismi azam və xudaya, özün o məzlumların faryadına yetiş. Gətiriblər, bir dənə itlər gətiriblər, İsrailə it nə boyda, nə boyda it, nə cürə vəhşi bir it, nə cürə məxuf qiyafəli bir it. Alan itinə girəyiblər, filmin də özü pəxş eləyik, bu əzibdir ya, filmin yayı, niyə yayıq? İstəyib Daeş kimi robu düzəldə. Girib içəriyə filmin qoyub, fütö bir dənə biçarə bir, 17-18-də məlul, hamını tüfənglə vırıb çıxarda, o da çıxarmıyor, iti ötürüb hamısının üstünə. Onlar evdən qaçıb bu biçarə məluli neçə dəqiqənin içində tikə-tikə eləyir. Ay hakiman-ı İslami, bu kifayət eləməz sizə. Ay o iki adı müsəlman qoyursan, onun gələcəğini təmin eləysən, yediğin təmin eləysən, azuqəsini təmin eləysən, yolu yatsıbsan, nəqdi, su yolun bağlayıb ki, ənsarlarsan, quruluqdan yola çıxsan, utanmadın, Peyğəmbərin qabağında cavab deyəcəksən. Filistinliler iki cürə itə mübtəlat. Biri bir insanlar, bir itlərdir ki, insan şəklindədir. Bunu bu işi görən yırtıcı ilə əsli yırtıcı bu deyil. Bir dəsi də ki, həqiqi itlərdirlər ki, bunların əlində müsəxxər olurlar. Bu ihanət kafidir. Sen Amerika'nın məkhuru da olmayasan, Səhyunistan məkhuru olmayasan, Əmir Aleyhisselam kimi dönüb deyəsən, El-maut fi hayatina qahirin, el-maut fi hayatina maqhurin, vel-hayatu fi mautina qahirin. Ölüm budur, yaşayan, məkhur yaşayan. Dirilik budur, öləm, qahir öləm. Bu nə zillətdir? Azərbaycan məmləkətindən biri məndən təmas tapıb, bir dənə müsəlman. Deyib, səndən xahiş eləyəm, xutbədə mənim bu sözümü denən. Mən də onun sözünü deyəm. Dedi, bu sözünü hava denən. Denəm, belə ki, uşaq sən öldürəysən. Nə qədər uşaq öldürsən ki, firona satmazsan adam. Minlərlə uşağın başını kəsdi. Uşaq başı kəsmək, uşaq öldürməyin axırı nə oldu? Cəddi qərq oldu. Dedi ona denən, müntəzir ol. Bu tezlikdə gələcəksən, qərq olacaqsın. مقام معظم رهبری با افتاد دیدی صهیونیست ها منتظر تازیانه خدا باشند. مقام معظم رهبرinin çok acibdir bu pişgüyler ya. Tarixini oxusunacaq. Buyurdu Sıhyonist ha منتظر تازیانه خدا باشند. Sıhyonistler müntəzir olsun Allah'ın kendisine. Bu sünnet ilahidir. Sünnet ilahi ne təğyir tapar, ne gələndə qeyrər. وَلَنْ تَجِدَ لِسُنَّةِ اللّٰهِ تَبْدِيلًا وَلَنْ تَجِدَ لِسُنَّةِ اللّٰهِ تَحْوِيلًا. Gaytmez. Allah ciheş tutar. Ayaraçı diyerdi, böyle beter tutar. Firavun geldi, uşaqları öldüreydi, yetişti bir tane hanıma gördü, hamilədi. Dedi, hele cüdək bunun uşağı dünyaya gələ, öldürək. Nəysin? Təpicin koydu bunun qarnına, uşağı siktilərtirdi. Özünde dərdə saldı, bir yerde yıkılmıştı, yüzünü tuttu güvə. Dedi, ay Allah'ım, yatıbsan ya oyaqsan, yani yaxman sənin ben de var. Keçdi rüzgar, Nil çayının kenarında paltar yuyaydı, gördü bir tane cənazəni sücətdi. Baxdı, gördü Firavunun cənazəsidir. Çıxdı cənazənin üstüne, öne söyle, gövdən səs geldi. Dedi Allah'ın yatıbdı ya oyaqdı. آه مظلومان به هنگام سحر آسمان را بشکند پشت و کمر. آه مظلومان به هنگام سحر تاج و تخت پادشاهان را کند زیر و زبر.
آنچه یک پیرزن کند به سحر، نکند 100,000 تیر و تبر. آه مظلومان چو آتش در میان پنبه است، چون فتد اینجا به آنجا هم سرایت میکند. Sözümün ahırları olsun. Peygamber Aleyhisselam'a dedi yerine göğün arasında ne kadar fasıla var. Ne kadar mesafet var. Hazreti dedi maddul besar ve davetul mazlum. Yani zahiri fasileni istiyorsan gözün ne kadar işleyi ebenek. Ama hakiki fasile istiyorsan fasile yoktur. Ne de ki mazlumun ahının Allah'ın Rabbi içine fasilesi yoktur. Gör ne söz deyim ha. Dedi maddul besar ve davetul mazlum. Peygamberimiz vurdu. Nifrin mazlumdan kork ve o kafir ola. Acip diyor. Ve o kafir ola. Çünkü herkes mazlum ki ağzını açtı. Babağında hiç fasile yoktu. Si kafir ola, si Müslüman ola. Allah-u Mutal ve hatırın ki bendesidir. Mazlumun iktizası, zulmün iktizası oldu ki zalim. Şöhten aradan gider. Allah'tan istiyor has inayetiyle, lütfu keremiyle özü inayet ediyor alem İslam'a, özü inayet ediyor mazlumlara ve bu tezlikte olarak farz inayet ediyor inşallah. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad.